Hüseyin'in elemdarım, kardeşi vefadarım. Hüseyin'in elemdarım, kardeşi vefadarım. Vardır benim hacetim, gelmişem sana sarım. Vardır benim hacetim, gelmişem sana sarım. Ebel fazlin heybetin, gül cemalı gayretin. Ebel fazlin heybetin, gül cemalın gayretin. Alemi heyran edip çen giden şücaetin. Alemi heyran edip çen giden şücaetin. Azametli günbezim, hacet eren sen özün. Allah'ın dergahında kabuldur senin sözün. Allah'ın dergahında kabuldur senin sözün. Elemdar, elemdar, gel gel boyuma kurban. Derdi kalbime derman. Ebel fez, elemdar, zikredirem ben senin. Çıkartmam yaddan beni. Elemdar, elemdar, gel gel boyuma kurban. Derdi kalbime elemdar, ebel fez, gel gel boyuma kurban. Derdi kalbime derman. Derdi kalbime derman. Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli halkımız, aziz Müslüman, bacı ve kardeşlerimiz. Her vaxtınız xeyir olsun. Her akşam olduğu kimi bugün de İrç Media bir ay bir ömür adlı verilişimizle evlerinizin qonağıyıq. Bəli, mübarək Ramazan ayındayıq. Allah təbarək və təala tutduğunuz oruçları öz dərgahında qəbul etsin inşallah. Mən əminəm ki, günü gündən inşallah ki, o tutduğunuz oruçların bəhrəsini və onun əcrini artıq görmək üzrəsiz. Və Allah bu dünyada və axirətdə bunun mükafatını sizlərdən binəsib etməsin.
Çünki Ramazan ayı elə böyük yaradanın öz ayıdır. Bu ay barəsində böyük Allahımız çox böyük bir vədlər verir. Allah Taala o vədləri əldə etməkdən ötürü həm sizlərə, həm bizlərə yar olsun inşallah. Beləliklə mən bunu hər axşam deyirəm. Bu gün də sizdən xahiş edirəm. Səhifəmizə abunə olmağı unutmayın. Bizə mənəvi dəstək olun ki, biz də o həvəslə, ruhiyyə ilə, yeni verilişlərimizlə yenə də xidmətinizdə olaq inşallah. İrs TV və bunu da qeyd etmək özümə borc bilirəm bir daha ki, mübarək Ramazan ayından sonra həftə içi 2-3 gözəl verilişlərimizlə, yəni könül açan, bizə mənəvi bir dəstək olan ictimai veriliş olaraq yenə də qonağınız olacaq. Odur ki, mən sözü çox uzatmadan bu axşamda mənim çox dəyərli qonaqlarım var. Hər gecə bir mövzu ətrafında danışırıq. Bugün mənim çox dəyərli qardaşlarım var ki, mənim onlara verəcək suallarım da var. Onların gözəl söhbətlərindən və səsindən istifadə etmək ehtiyacımız var inşallah. Azərbaycanımızın çox sayılıb, sevilib, seçilən dəyərli ruhanilərindən, ilahiyyatçılarından olan mənim çox dəyərli və əziz qardaşım Hacı Rəşad. Hacı, xoş gəlmişsiniz. Namazı qəbul eləsin inşallah. Amin inşallah. Allah siz təki ruhaniləri bizə və bizim xalqımıza çox görməsin və əvvəldə sizə dərin təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul etmişsiniz. Mənim çox dəyərli və əziz qardaşım. Elə mən bu cür müraciət edirəm. Həm qardaşım, həm mən baxdırsan ki, qonşum Kərbəlayı Novruz, Hacı Novruz Müntəzir. Hacı, xoş gəlmişsin. Çox sağ ol əziz qardaşım Hacı Mehdi. Mən də səni salamlayıram. Efi qarşısında oturan bütün tamaşaçıları salamlayıram. Əziz dəyərli qardaşımız, ustad, dəyərli ruhani Hacı Rəşad qardaşımızı salamlayıram. Çox xoş oldu bir verilişdə sizlərlə görüşmək. İnşallah. Və xalqımızın da bu ay münasibəti ilə, Ramazan ayı münasibəti ilə təbrik edirəm. Allah tutduğu orucları, verdiyi ehsanları inşallah qəbul edəsin. Amin. Ali dərəcədə. Kərbəlayı Novruz, mən də öz adımdan və səni sevən dostlar adımdan deyirəm ki, Allah sənin ümrə ziyarətini qəbul etsin. Təşəkkür edirəm. Yenicə bizim dəyərli qardaşımız ümrə ziyarətindən gəlib elə bir bu verilişlərə start veriləndə mən əlaqə saxladım, dedi Hacı, mən elə Kəbə evinin yanındayam, buradayam, dedim bizləri xalqımızı dua etməyi unutma və dərhal qaydan kimi verilişimizin qonağı olasan. Bəli, bu yorğunçuluğa baxmayaraq dəvətimizi qəbul etdiyin üçün sənə öz dərin təşəkkürümü bildirirəm. Çox sağ ol qardaşım. Allah razı olsun. Var olasın. Hacı Rəşad, mənim dəyərli əziz qardaşım, hər axşam biz həm ictimai olan, bizə olan müraciətlərdən, suallardan bir nəticə əldə edərək gələn ruhanilərimizə suallar ünvanlayırıq. Bax, Allah Təbarək və Teala yaratdığı hər bir bəndəsinə ibadəti vacib etmişdir. İbadət dedikdə, mən elə bir lorik misal kimi yanaşım buna, bir lorik sual istəyirəm bunu verim ki, ibadəti bir pilləkana, bir nərdivana bənzətmək mümkündürmü? Bu barədə danışın. Bismillahirrahmanirrahim və bihi nəstəin sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Bəli, Allah Təbarəkə və Teala Quran-ı Kərimdən insanların və məxluqatın, ələl-xüsus insanlarla cinlərin yaranmasının fəlsəfəsini buyuranda buyurur ki, və mən xalaqtul cinnə vəl-ins illə liyabudun. Biz insanları və cinləri mənə bəndə olmaq üçün yaratdım, bəndəçilik üçün yaratdım. Və ümumən götürəndə də bu bəndəçiliyin özünün bir, necə deyərlər, siniflərə bölmək olar. Məsələn, bizim Üsul-i-Din başqadır, Firud-Din başqadır. Firud-Dində ki, bu ibadətlər ki var, bu ibadətlər hamısı insanı Allaha doğru gedən yolda öz bəndəçiliyini göstərməklə insana dəyər verir və insanın qiymətini məlum edir. Və o ibadətlərdən birisi də ki, namazdır, orucdur. Bu günlərdə ki, mübarək Ramazan ayında biz Ramazan ayını dərk eləmişik, Ramazan ayındayıq. Və bu ayda da Allah Təbarəkə və Teala bu Ramazan ayının fəzilətini və bu Ramazan ayının qiymətini bizə başa salmaqdan ötürü həm Quran-ı Kərimdə, həm Peyğəmbər və Əhl-i Beytindən olan hədislərində baxıb görür ki, bu Ramazan bizim üçün böyük bir məsələdir və Allah Təbarəkə və Teala hər insana yox, hər nəfərə yox, xüsusi olaraq Allah Təbarəkə və Teala möminləri burada çağırır və möminlərə xitab edir ki, ya eyyuhəllezina amanu,
Ey iman gətirənlər, kutiba aleykumus siyam, sizə vacib oldu oruc, kama kutiba aləllezine min qablikum. Necə sizdən qabaqçılara da vacib olub. Bəs bunun fəlsəfəsi nədir? Fəlsəfəsi də bundan ibarətdir ki, ləalləkum təttəqun. Yəni təqvalı olmaqdan ötürü. Bu təqva mühüm bir məsələdir. Həddindən artıq böyük bir məsələdir. Məsələn, biz Quran-ı Kərimdə baxıb görürük ki, Allah Təbarəkə və Teala insanları hər bir sinifi bölür. Kimlərin öz ağlı qədər, huşu qədər, imanı qədər, təqvası qədər və yaxud küfrü qədər və yaxud da ki, nifaqı qədər. Allah Teala bu siniflərin hamısına xüsusi müraciət edir. Birinə deyir, ya eyyuhəl-ləzînə âmenû, ey iman gətirənlər, kafirlərə deyir, ya eyyuhəl kafirun. Və yaxud ümumi bəşəri bir söz deyəndə deyir, ya bəni Adəm buyurur, ya bəni Adəm. Burada ama xüsusi olaraq Allah Təbarəkə və Teala öz bəndələrini çağırır. Baxın, bu bəndəçiliyin içərisində, bu ibadətin içərisində əsas amillərdən birisi budur ki, Allah çağırdığı bəndələri, bu günləri öz postunda o bəndələri görür ya görmür. Deməli, hər kəs Allahın ya eyyuhəl-ləzînə âmenû sözünə ləbbeyk deyib bu günləri oruç tutursa, deməli bir nömrəli Allahın buyurduğuna əməl eləyir və çalışır ki, bu ziyafətullahda, Allahın bu qonaqlığında gözəl bir şəkildə bu orucu, ibadəti təqdim eləsin. Və bu oruc, namaz, həc, cihad, xums, zəkat, əmr və məruf, nəhyəz münkər və təvəlla, təbərra, bunlar ümumiyyətlə bir ibadə məsələlərdir ki, hər kəs bu ibadə məsələləri Allaha görə eləsə, bu bir nərdivandır ki, insanı meyraca aparacaq. Yox, əgər həmin bunun içərisində riya olsa, əgər bunun içərisində Allahdan başqasına görə olsa, istər namaz olsun, istər oruc olsun, istər başqa əməllər olsun, Allahdan başqasına görə olsa, bu insanı qaldırmayacaq. Bu insanı daha da yuxarı qaldırmayıb, daha da aşağı salacaq. Cəhənnəm dərələrinə bilinə aparıb çıxardacaq. Ona görə bu mübarək ayda Allahın çağırışına insan ləbbeyk deyir, ləalləkum təttəqun, təqvalı olmaq lazımdır. Yəni, təqvalı olmaqdan məqsəd budur ki, insan əməlləri təqvalılardan, Allah əməlləri üzr təqvalılardan qəbul edir. Quran-ı Kərimdə Allah buyurur ki, "İnnəmə yetəqəbbəlallahu minəl muttəqin." Əgər insanın təqvası varsa, Allah o əməlləri qəbul edir. Təqva yoxdursa, o əməllər qəbul olunmur. Çünki özü Quran-ı Kərimdə "İnnəmə yetəqəbbəlallahu minəl muttəqin." Allah müttəqilərdən qəbul edir. Və yaxud məsələn, Quran-ı Kərimi insan dərk eləyə, başa düşə və yaxud Quran-ı Kərim insanı, hansı sinif insanı hidayət eləyir. Bəqərə surəsinin 2-ci ayəsində bu ki, "Zalikəl kitabu la raybə fih, hudən lil muttəqin." Bu Quran-ı Kərimdə şək şübhə yoxdur. Quran ancaq sırf müttəqiləri hidayət edir. Ona görə bizim başqa məsələn insanlarla söhbətimiz olanda, filan olanda Müttəqilər deyəndə bir balaca buna çıxıyor. təqva. Təqva əsl mənası budur ki, deyirlər Allahdan qorxudur. Məsələn, bizim alimlərimiz buyurur ki, Allah Teala qorxunc bir məxluq deyil ki, biz ondan qorxuq. Biz öz əməllərimizdən qorxuruq əsl həqiqətdən. Və bir başqa alim də buyurur ki, təqva o deməkdir ki, əgər bir nəfər 24 saat səni kameranın altında çəkə əməllərin hamısını. 24 saatdan sonra, növbəti 24 saatda sən o əməllərə baxıb xəcalət çəkməsən, bil ki, təqvalısın. Yəni, bu bir ölçüdür. Ona görə bu təqva çox mühüm məsələdir. Məsələn, Quran-ı Kərimdə buyurur ki, özü üçün yol azuqəsi götürün, ən yaxşı yol azuqəsi təqvadır. Yəni, bu, bilirsiniz, bir dənə padişah var idi, vaxtımız azdır. Bir dənə padişah var idi, çağırdı öz vəzir vəkilini, 3 nəfəri seçdi. Hərəsinə dedi ki, gedin bu alma bağından hər öz bir dənə xaralın içərisində alma yığın. Bir kisənin içərisində. Bunlar hamısı getdilər. Biri getdi, əlinə keçəni yığdı, biri getdi, nə bilim, çürüyünü də yığdı, hamısı bütöv yığmadı, yarıya qədər yığdı. Bir nəfər də padişaha belə sadiq adam idi. O getdi, bağın ən yaxçı almalarını safı. Və padişah göstəriş verir ki, bunların üçünü də 6 aylıq salın zindana. Və bunların yığdığı almaları da qoyun yanlarına. Kim nə qədər alma yığmışdısa, saf, çürük, filan, nə bilim, nə, biri də acından öldü, biri gücünə daha pis vəziyyətdə zindandan çıxdı. O adam ki, ən yaxçı almaları seçmişdi. Həmin adam
sağ-salamat çıxdı, almalardan da qidalandı, sağ-salamat çıxdı. Yəni əsl həqiqətdə bu günləri bizim əməllərimiz buna bənzəyir. Ki, dünya Peyğəmbər Əkrəm buyurur ki, dünya axirətin əkinəcək sahəsidir. Kim burada nə eləsə, həmin onun bəhrəsini görəcək. Hacı, çox sağ olun, Allah razı olsun. Çox dəyərli və gözəl, dolğun cavablarınız üçün. Doğrudan da ki, ibadət elə bir mərdivana, bir pilləyə bənzər ki, insanı həm ucalda bilər, həm də onu eləyər, cəhənnəm otuna ata bilər. Bizim Hacıya suallarımız var inşallah ki, amma bizim daha əziz bir qonağımız ki, ondan da istifadə edək. Bilirəm, bura hər axşam gələn məbdahlarımız nə olursa, Kərbəla. Yəni, onlar hərə öz tövhəsini verir, hərə öz qabında olanı bura bizə ərmağan, hədiyə, yəni dinləyicilərə hədiyə gətirir. Amma bizim o bir yaş dövrümüz deyək də, bizim öz yaş dövrümüz deyək, biz canlı oxumasaq ürəyimiz var. Mən də əminəm ki, sən necə canlı bir şey oxuyacaqsan bizim üçün. Xahiş edib oxuyacağımı təqdim elə və inşallah sən gözəl, inşallah soğutuna istifadə edək. Ya Allah kərim. Deməli, Hacı Mehdi qardaşım, düzgün qeyd elədin. Hər dəfə verilişlərdə də olanda, bir fonoqram olanda mütləq şəkildə bizim bir canlımız mütləq, istər el şənliklərində məclislərdə olsun, istər hansısa bir məclislərdə olsun, mütləq şəkildə bir canlı var. Elə bu Ramazan ayının bərəkətidir, qarşıdan da əhya gecələr gəlir, Həzrət Əleyhisselamın şəhadət gecələri, müsibətli gecələridir. İnşallah ki, bir neçə əziz qardaşlarımız, Əhl-i-Beyt şairlərinin qələmə aldığı bu Ramazanda da təqdim elədiyi qəzəllər var. İnşallah onlardan da biri bizim əziz qardaşımız Rəşad Nurun bir əhya gecəsindən bir yazdığı, nəzmə çəkdiyi bir qəzəl var. İstərdim belə bu verilişdə salamlayırım ona. Bəli. Elə istərdim ki, elə bu verilişdə inşallah ki, o qardaşımızın yazdığı, nəzmə çəkdiyi həmin o qəzəli təqdim edəyik inşallah. Gözəl. Ya Allah. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لا حول ولا قوة إلا بالله العلي العظيم يا رحمن يا Rahim alemlere yüz verdi. Alemlere yüz verdi qəməhya gecəsində. Pərvanəni yandırdı şəməhya gecəsində. Giryandı göz şəhadəti Mevla-i Əlidən. Fədailərin oldu Mevla Cəməhya gecəsindən. Hər yerdə olsa bəzmiyəzan Heydər Kərram qaldı o bəzmi qəmdə Həməhya gecəsində Həməhya gecəsində Çünki sübhü namazında gəlib məscidə Mevla Çünki sübhü namazında gəlib məscidə Mevlaya Bastıqca mübarək qədəm əhya gecəsində Ol niyyəti piş namaz idi, mehrabidə durdu. Təkbir dedi cəmlə bahəm,
Məhya gecəsində, əhya gecəsində. Amma o gecəm qara bulud aldı səmaniyə. Bürümüşdü gökyüzünü matəm, məhya gecəsində. Çünki səcdə halında Əliyə Mevlaya qanə boyandı. Bir həmlə eylədi lənətullah mürcəm, əhya gecəsində, əhya gecəsində. Allahın aslanı idiyəm, ələmdar idi Mevlaya. Düşdü əli, düşdü ələm, əhya gecəsində. Əli siz ümmətə heç zəban yoxdur, şadlıyır. Sanki dilə gəlmiş qələm, əhya gecəsində. Sanki dilə gəlmiş qələm, əhya gecəsində. Maşallah, maşallah. Allah Kərbəlayı sizə Həsən. rəhmət Sağ olun. Çox sağ ol mənim dəyərlim. Allah səni qorusun, Allah sənə dəyməsin. Rəşad Nur, mən Allah sənin qələmvə də, ömrüvə də bərəkət versin. Amin mənim inşallah. qardaşım. Amin. Teşekkür Hə, ederim. əlinin özündən soruş. Özünü tapmasan, Sözündən. sözündən soruş. Əli bir qulaqdır, çağlayar, daşar. Qulağın saflığın gözündən soruş. Ondakı dünyada əli var idi. Əli yer üzündə yadullah idi. Bu nə mərtəbədir, bu nə zirvədir. Qədəmi dəyən yer, qədəmgah. Əli ölməyibdir, Əli zindədir. Əlini sevənlər sadiq bəndədir. Sevgidə o dini təlim eylə ki, Əlisi, Mövlası həmən dindədir. Allah Əli və övlad Əlidən hamımızın inşallah bütün bizi izləyənləri ayrı salmasın. Amin inşallah. O kəsin Əlisi varsa, onun görürsən nəyi çatmır. O kəsin ki, Əlisi yoxdur, deməli onun heç nəyi yox. Əhsən. Bəli, dəyərli izləyicilərim, mən bir daha dəyərli qonaqlarıma Hazır Rəşad qardaşıma, Kərbəlayı Novruz qardaşıma xüsusi minnətdarlığımı bildirirəm. Beləliklə İSTV-ni izləyirsiniz. Bir ay, bir ömür adlı verilişimizlə yenə də evlərinizin qonağıyıq. Daha bir növbəti sualla mən hacıma müraciət etmək istəyərdim, dəyərli ustad. Bax, Ramazan ayı. Ramazan ayı bəzən deyilişdə deyirik 11 ayın sultanı. Bərəkət ayı, rəhmət ayı. Böyle bu cür ki, bunun heç belə qəti şəkli, şübhəmiz yox buna. Niyə bu ay digər aylardan fərqlidir? Bunun fərqi nədədir? Niyə məhz Allah bu ayda fərqli? Bu barədə hansın? Əslində Allah yanında Quran-ı Kərim buyurur ki, ayların sayı 12'dir. Bu ayların içərisində Allah Təbarəkə və Teala axı bütün bəşəriyyəti xəlq eləyib, yaradıb bu insanları. Bəziləri Allahpərəstlər, bəziləri otpərəstlər, bəziləri bütpərəst, bəziləri də ki, müxtəlif dinlərə və əqidələrə istahiş edirlər. Və onlar ki, mömindirlər və gəlirlər. 11 ay Allaha ibadət və itaət, burada olan yorğunçuluq filanlar, gəlib çıxırlar mübarək Ramazan ayına. Allah Təbarəkə və Teala bu ayı başqa aylardan seçir. Bu aya qiymət verir ki, bir növ möminlərə bir mənəvi bir güc versin. Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləm mübarək Ramazan ayından əvvəl Şaban ayının axırıncı cüməsində Şabaniyyə xütbəsi buyurur. Həmin o xütbədə mübarək Ramazan ayının gəlişi ilə bağlı cəmaata xəbər verir ki, bir dənə ay sizə üz gətirib ki, bərəkəti ilə, rəhməti ilə, məğfirəti ilə. Yəni həqiqətdə Allah Təbarəkə və Teala bir dənə süfrə açır. Həmin orada rəhmət, məğfirət və bərəkət qoyur. Hər kəs gələ bu ayı dərk eləyək və bu ayda gələ həmin Allahın qoyduğu rəhmət süfrəsində, bərəkət süfrəsində, məğfirət süfrəsində gəlib əyləşə, Allah Təbarəkə və Teala adi vaxtlarda olmayan imtiyazlar verir insana. Məsələn, insanın deyir ki, bu ayda yatmağın ibadətdir, nəfəs çəkməyin təsbihdir, duaların qəbuldur. Yəni, insan
başqa ayda ola bilər ki, məsələn, bu imtiyaz olmasın. Niyə olmasın? Çünki Ramazan ayı elə bir aydır ki, Allah bu ayda hədislərimizə əsasən şeytanın əlin qolun bağlayıb. İnsanı sağlam düşünməyə, sağlam ibadət eləməyə, Quranı dərk eləməyə və ibadətdən ləzzət aparmağa insana bir ruhiyyə verir ki, elə mübarək Ramazan ayı başlamamışdan qabaq olsun. Məsələn, bir insan oruç tutar, filan elə. Görürsən, əsəb gəlir, filan gəlir, aclıq gəlir, susuzluq gəlir. Mübarək ay gələndə, mübarək ay insan bilir ki, birbaşa Allah aydır və bu aya qiyməti Allah verir. Ona görə bu ayın susuzluğu da, aclığı da, filanı da hamısı Allaha görə olduğuna görə və iblisin, şeytanın əli qolu bağlı olduğuna görə insan burada qazanır. Və Allah təbarəkə və təala tək bundan necə deyərlər, kifayətlənmir. Bu ayın içərisində gətirib bir gündə Əhyə gecəsi qoyur. Və o Əhyə gecəsini Quranda vəsf eləyəndə buyurur ki, Leylətül Qədr xeyrun min əlfi şəhər. Qədir gecəsi 1000 aydan əfsəldir. Yəni insan 1000 ay əgər 84 il götürsək, insan elə bil ki, məsələn 20 yaşında bir dənə Qədir gecəsini dərk edirsə 84 ildə gəl olmuşsun. Bir gecədə. Bir gecədə. Gələn il həmçinin yenə 84 il. Gələn il 84 il. Axı bəzi insanlar var ki, bizim alimlərimizin buyurduğuna görə həmin onlar məsələn ad günü keçirdirlər. 20 illik, 30 illik, 40 illik. Bəzi insanlar barəsində buyururlar ki, onlar məsələn gəlib 70 yaşa çatıblar, amma həqiqəti dərk eləməyiblər. Yəni əsl həqiqətdə onu demək istəyir ki, bunlar 70 yaşa çatıblar, amma həddi buluğa çatmayıblar. Dərk elə bilməyiblər. Dünyaya göz açmırlar. Amma İnsan da var ki, gəlir məsəl üçün Allahın ibadət və itaətində bir həddə qədər çatır ki, cəhd eləməklə. Baxın, bu mübarək Ramazan ayının üstünlüyü nədir? İnsan gərək Allahla bir təkliyə çəkilsin. Üzr istəyirəm. İnsan bir Allahla təkliyə çəkilsin. Otursun, Allahla danışsın. İbadətində, itaətində. Və yaxud, məsəl üçün, Əbu Həmzə Sumali duasında buyurur ki, və əbvabu duai iləykə lissarixinə məftuha. Deyir, ilah pərvərgər, bu ayda sənin qapında ah-nalə eləyib, yəni şivən salıb, dua eləyib, ağlayanlar üçün sənin qapıların açıldı. Baxın, görün, nə gözəl, məsələn, dua eləməklə, insan burada cəhd eləməklə. Çünki bir ayın içərisində insan özünü elə tərbiyələndirə bilər ki, növbəti 11 ay həmin onun enerjisi var. Belə deyə də yığıb. Hacı, mən üzr istəyirəm, amma sözü davam edəcək. Mən dua düz yadıma düşdü. O ayın bir dənə özəlliyi var ki, bax, mən elə bir neçə gün bu fikir haqqında düşünürəm və bir neçə gecə istəyirəm o saatlara bu arada bir sual verim ki, bax, Xudavənd mütəal söz yox ki, Allah buyurur ki, mənim süfəmin qonağı söz, rəhmət haydi, bərəkət haydi falan. Özəlliyini, ən özəlliklərindən biri də budur ki, hər günün bir duası var. Bəli. Bu 30 gün və ya 29 gün fərq eləmir. Hər gün Allah bir dənə vəd verir. Hər günün duasını verir. Bəli. Allah hər gün bir dənə vəd verir. Fərqli və hər günə bir dənə vəd verir Allah. Baxın, bir söz necədir? Bizim ibadət və itaətlərimizin içərisində bir müstəhəbbə əməllər var. İstehbab babından belə deyək də. Məsələn, bizə göstəriş veriblər ki, namazı bu formada qılın. Müstəhəbbidir ki, namazın qunutunda bunu oxuyun. Səcdələrində bunu deyin. Məsələn, rükusunda bunu deyin. Biz indi biraz qalxdıqca başqa şeylər deyirik. Düzdür. Və ondan sonra gəlir məsələsi deyirlər ki, namazın təqibatında, məsələn, məsum imamlar gətiriblər ki, Məfatihül Cinanda başqa yerlər, bu duaları oxuyun. Onlar bizim üçün elə hesablayıblar ki, biz əgər o duaları kifayətlənsək, bizim ömrümüz saadətlə keçir. Həmçinin mübarək Ramazan ayında. Bu ayda ki, mənim dilim naqabildir, mən o duanı özüm ixtira eləyib deyə bilmərəm, onu mənə göstəriblər ki, birinci gün Allahdan bunu istə. Çünki duam qəbuldur axı. Peyğəmbər buyurur ki, bu ayda sizin duanız qəbuldur. Göstərir ki, bunu dilvə gətirginə. Bir növ istifadədir azılar. Bəli. Allahdan istəyirsən bu. Bizə Allah o Məqam qədər düşüb hələ. Məqam düşüb. Bu fürsəti vermir. Fürsət. Bəli, Allah bizə o qədər mehribandır ki. Məsələn, bizim alimlərimiz deyir ki, elə bil ki, Allah qapının dalında dayanıb ki, bir dəfə sən çağırasan gələ. O dərəcədə.
Yəni insan oturur Allahla danışar. Allah rəhmət eləsin bizim şairlərdən Nəbatinin bir şeiri var. Deyir quşe-i vəhdət nə əcəb cağıymış. O təklikdə Allahla oturur vəhdət görüşəşdirlər. Deyir orada olmaq nə gözəl yerdir. Sirri nihan orada hüveydaymış. Gizli sirlər orada aşkara çıxar. Deyir ulduza bənzətdim onun cilvəsini. Yox, demə bir bədri tamam aymış. Bəzm-i vüsalə düzülən məstilər, hamısı gördüm ki, mənə taymış. Bir var insan ictimaidir. Bir də var ki, insan bu ayda xüsusi olaraq Allah üçün bir vaxt ayırıb. 10 dəqiqə, 15 dəqiqə oturur orada deyir ki, axı, sən özün buyurmusan ki, nəhnu əqrəbu min həblil vərid. Mən sizə şah damarınızdan yaxınam. Və mən buyam. Mən dünyanın bütün maddiyatı ilə özümü o qədər bağlamışam, əl qoluma. Buradan çıxa bilmirəm. Yeganə çıxış yolu sənin əlindədir. Ya İmam Səccad Əleyhisselamın tövbə barəsində dediyi bir gözəl sözü vardı ki, sən bir dənə tövbə adlı bir dənə qapı açmısan, bəziləri bundan xəbərsizdir. Onda sənlik deyir axı, insanın özünə qayıdır. Yəni insan bundan xəbərdar olmalıdır. Bu ayda da Allah Təbarəkə və Teala bizim üçün o məsələ insan cəhd eləyə ibadətini biraz çoxalda. Çünki o başqa aylarda şeytan var, əl qoluna, əl ayağını dolaşan var. Maniyə var orada. Burada maniyə yoxdur. İnsan burada öz nəfsini necə tərbiyələndirsə, həmin o formada da o biri aylarda davam edəcək. Hacı, ən özəlliyi, gözəlliyi də budur ki, mübarək Ramazan ayında insan özünü bir fürsətli bağışlandıra bilər. Çünki Allah da gəlmə. O Nəbatın, yadıma bir Nəbatın bir beytiyi ki, həmdilillah ki, mən küfrədə buldum iman, keçən əyyamına hansı ki, peşiman oldu. Kaş biz bu Ramazan ayında şəxsən özümü deyirəm. Bağışlandıra bilək. Mən özümü bağışlatdım. Hacı Üstəm, hədislərdə də vardı. Hacı Üstəm, deyirlər ki, vay o insan halında ki, özünü bayda bağışlandırmayasın. Yox, elə Bağışlandıra bilməsin. Şabaniyyə xütbəsində Peyğəmbər buyurur ki, hər kəs bu ay gələ, gedə, özünü bağışlatdırmasa, Allah onu da heç vaxt bağışlamaz. Bir də əgər həccə gedə, Ərəfə günündə, Ərəfatda ola, orada bağışlanmaq istəsə, orada bağışlanır. Yəni, o qədər mühümdür bu ayın həm ibadəti, həm itaəti, həm istiğfarı, həm duası, həm Quran oxumağı. Ona görə digər aylardan fərqlənir, bəli. Hacı, Allah can sağlığı versin, Allah ömrü. Suallarımız çox deyil, amma nə edək ki, zamanımız azdır, vaxtımız azdır. Mən sonda yenə də Hacı Rəşad sizə bu dəyərli vaxtınıza görə təşəkkür edirəm və dəyərli qardaşım Kərbəlayı Novruz'a da öz minnətdarlığımı bildirirəm. Sonda mən Kərbəlayı Novruz'dan gözəl bir ilahə alacağım, amma mən bir daha dəyərli izləyicilərim, İş Media adından bir ay, bir ömür adlı verilişimizin bütün əməkdaşları adından hər birinizə sonsuz dərin təşəkkürümüzü bildiririk. Hacı, bir neçə kəlmə dua ilə biz amin deyə sağollaşaq. Allah Teala inşallah bu ayda bizə ibadət və itaat eləmək tövfiqi versin. Amin. Allah Teala bu ayda bizə o zəncirlər ki, günah zəncirlərini vurmuşuq əllərimizə, Allah Teala onları bizim üçün atsın. Amin. Allah bu ayda bizim tövbələrimizi qəbul eləsin, ibadətlərimizi qəbul eləsin, dualarımızı qəbul eləsin. Allah Teala bu xalqımıza, millətimizə bərəkət versin. Allah Teala şəhidlərimizi rəhmət eləsin. Allah Teala onların uca məqamını daha da uca eləsin. Amin. Və Allah Teala bu ayda ən yaxşı bəndələrinə nə verirsə bizə də versin. Və sərvərimiz, Mövlamız, ağamız İmam Zaman əleyhissalamın kamil ibadət və oruclarına xatir bizimlə naqis ibadət və oruclarımızı qəbul eləsin və Həzrətin zuhurunu təcil eləsin. İlahi amin deyirik. Və dəyərli izləyicilərimiz, sabah elə günün bu vaxtına qədər Kərbəlayı Novruz'un dəyərli qardaşımın gözəl bir ilahisi ilə sizlərdən ayrılırıq. Sağ olun, salamat qalın, görüşmək ümidiyle. Canım sana feda Ali, ya Ali, 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 aşık
sənə Xuda Əli, ya Əli, Əli, Əli. Canım sənə fəda Əli, ya Əli, Əli, Əli. Aşık sənə Xuda Əli, ya Əli, Əli, Əli. Mən sənin aşıqım, sən nəzər sal mənə. Heç kəsim yox mənə ol kömək. Zikrim ola Əli, bəxş edir hal mənə. Ya Əli, səsləyim mən gələm. Səsləmə ismini göstərir yol mənə. Layiq olmaq şərəfdir desin qul mənə. Əli, Mola Əli, canım sənə fəda Əli, ya Əli, Əli, Əli. Aşiq sənə Xuda Əli, ya Əli, Əli, Əli. Gəz bütün aləmi, yox onun bənzəri. Allahın lütfüdür bizlərə. Xətmi Peyğəmbərin ən əziz yavəri. Tərifin sığmayır sözlərə. Ey bizim şahımız, fəth edən Xeybəri. İsmin olmuş bütün dillerin əzbəri.